Salam, bugünkü mövzumuz DDoS-dur. DDoS əslində kiber təhlükəsizlikdə çoxlu sorğu göndərərək serveri yetkisiz hala salınmasıdır. Və bu gün mən öz laboratoriya CM-lə agent, yəni agent laboratoriya üzərində bir belə deyim, manipulyasiya həyata keçirəcəm ki, sistemə bir DDoS göndərəcəm və sistemdə algılanması görək Bluetooth tərəfdən baş verə bilirmi, yəni laboratoriyamızda elədiyimiz sistem testi. Deməli, mən test məqsədli çoxlu requestlər, sorğular göndərirəm və Apache diqqətlə baxsa yüklənmə gedir. Həmçinin gəlirik loqlara baxırıq Apache-də və loqlara get-gedə baxırıq ki, loqlar da get-gedə artacaq. Həmçinin zəng gəlməlidir sistemimizə, çünki CM-ə agent hücumun olduğunu bildirir və belə deyək, CM də avtomatik telefona zəngə yönəldir. Telefonda zəng gəldiyini görürük. Məsələn, mən və sistemdə biz görürük ki, artıq bizim, məsəl üçün, sistemimizdə hücum manipulyasiyası həyata keçirildi. Sorğuları diqqətlə baxsaq görəcəyik ki, sorğular aşağı gedir.